Ərəstuma bir daha xoş gördük. Hoş gördük Kurban Bey, hoş gördük Ali Bey. Bütün izleyiciler salamlayıram. Ben Sevindik Bey'i de salamlayıram bir daha. Sevindik Bey çok ləyaqətli insandır və Azərbaycanın, xalqın, ölkənin taleyi ilə bağlı heç bir məsələyə laqeyd deyil. O qədər diqqətli, o qədər hər şeyi izləyən bir şəxsdir ki, sadəcə olaraq orada sırf mexaniki səhvə yol verdi. Mən inanmıram ki, Sevindik Bəy izləməyib. Çünki Sevindik Bəy Qurban Bəyin dediyi kimi bir canlı arxivdir. Elə bir şey yoxdur ki, onu izləməsin, paylaşmasın. Və Sevindik Bəy yeri gəlmişkən bu fəaliyyətinə görə çox təzyiqlərə də məruz qalır və qalmaqdadır. Amma geri çəkilmir. Əqidə insanıdır Sevindik Bəy. Xahiş edirəm. Mən bəzi şərhlərdə gördüm. Bizdə tanımayan insan, tanımayan bir insan səhv eləməyə peşmandır. Hər yazan mütləq nəsə yazmalıdır, haqqında mütləq çalışıb aşağılamalıdır. Bu qədər aşağılıq kompleksi yaşamaq lazım deyil, əzizlərim. Düşünməyin ki, kimisə, mən o yazanları nəzərdə tuturam, kimisə aşağılamaqla özünüzü yüksəltmiş olursunuz. Yox, elə bir şey yoxdur, elə bir şey yoxdur həyatda. Qurban bəy, mən bu məsələ haqqında çox qısa bir qeyd eləmək istəyirəm. Çünki bilirsiniz, parlamentin rəyasət heyətinin iclasında da demişəm ki, mən artıq buna toxunmayacağım, bu mövzuya. Ona görə toxunmayacağım ki, əgər 32 ildə insanlar həqiqəti danışmırlarsa, bundan sonra onu gözləməyin mənası yox. Yəni, bu biraz səmərəsiz işdir. Mən təklif edərdim ki, Azərfilm sabahdan etibarən artıq başlamaq ərəfəsində olan 2-ci Dünya müharibəsi mövzusuna gəlsin. Çünki həqiqətən İsrailin İrana hücumu ilə tamamilə yeni bir situasiya yarandı. Elə bir situasiya ki, Azərbaycan bunun birbaşa içindədir. Azərbaycan bilavasitə bunun içindədir və bilirsiniz ki, artıq İsrail aviasiyası Azərbaycan-İran sərhəddində yerləşən Azərbaycan yaşayış, Cənubi Azərbaycan, yəni bizim üçün Azərbaycandır, fərqi yoxdur, Cənub-Şimal yaşayış məntəqələrinə də zərbə endirib, başda bizim tarixi paytaxtımız olan Təbriz olmaqla və bu Azərbaycan cəmiyyətini çox çətin bir duruma salır. Nə mənada? Ərəstuma çox özündən bu dəqiqə məlumat daxil oldu ki, Təbrizdən dostlarımız məlumat göndərib, Təbrizdə artıq terrorçu İsrailin bombardımanı 18 adam bugün öldü. Çox öldü. Mən Türk kanallarında oxudum ki, 50-dən yuxarı ya 30-dan yuxarı insan öldü. 18 adam indi bu dəqiqə mənə yazdılar ki, 18 adam oldu. Yəni mən həmvətənlərimə müraciət edirəm, bildirmək istəyirəm ki, gəlin biz milli təəssübkeşlik mövqeyindən çıxış edək. Əgər İrandakı Azərbaycanlı, o İranda deyil, o zaten özünün yaratmış olduğu dövlətdədir. O dövləti, müasir İranı yaratan Azərbaycanlılardır. Və biləsiniz ki, bugün həmin o Sepahın öldürülən generallarının da bir çox Azərbaycanlıdır. O cümlədən İran Silahlı Qüvvələri baş qərargahının rəisi, hansı ki qətlə yetirilibdir, Məhəmməd Baqeri, o da Azərbaycanlıdır. Yəni, ola bilər insanların bizlə mövqeyi eyni olmasın, onlar başqa bir dövlətin tərəfindədir, amma onlar bizim soydaşlarımızdır. Mən sizə əmin edirəm ki, Qarabağ müharibəsi zamanı, məsələn, nəzəri baxımdan, Xan kəndində və yaxud Ermənistanda yaşayan hansısa bir Yahudi icmasına Azərbaycanın raketi təsadüfən düşmüş olsaydı, siz təsəvvür eləmirsiniz, İsrail nələr eləyərdi, özünə əl qatardı. Bütün dünyada Holokost belə gəldi, antisemitizm elə getdi. Biz birinci millət olaraq özümüzə sahib çıxmalıyıq. Və mən hesab edirəm ki, Azərbaycan bu konfliktdə yalnız bir istiqamətdə fəaliyyət göstərməlidir. Ölkəmizin cənubunda, Cənubi Azərbaycanda, İran Azərbaycanı deyilən Azərbaycanda soydaşlarımızın qorunması, onların maraqlarının müdafiəsi istiqamətində. Bu bizim millətimizdir. Kiməsə İsrail dost ola bilər, kiməsə qardaş ola bilər və ümumiyyətlə İranın zəifləyəcəyi təqdirdə Azərbaycanın da İsrail üçün əhəmiyyəti itəcəkdir. Çünki məhz İsrailin Azərbaycana marağının arxasında İran faktoru dayanırdı. İran təhlükəsi dayanır. Bunu heç vaxt gizlətməyiblər. İsrail hökumətinin bu barədə qərarları da olub.
ən yüksək səviyyədə, baş nazir səviyyəsində, prezidentlər səviyyəsində açıqlamaları da olubdur. Düzdür, mən bilmirəm, İsrailin Azərbaycanla bağlı başqa nə planları var. Amma mən onu bilirəm ki, Azərbaycanla bağlı planları Azərbaycanlılar qurmalıdır. Və ona görə də mən bəzi özünə ekspert deyən, nə bilim, özünü jurnalist kimi cəmiyyətə təqdim edən, siyasətçi kimi həmvətənlərimizə müraciət edirəm. Azərbaycan hakimiyyətinin baskısından mı çəkinir və yaxud ona xoş gəlmək üçünmü durub İsrailin əməllərinə yaltaqlanmaq lazım deyil. Bizi İsrail, İran yox, bizi soydaşlarımız maraqlandırmalı. Və bir daha deyirəm ki, heç kim buna sevinməsin ki, İrana qarşı müharibə bizə nəsə verəcək. Verəcək, amma yaxşı heç nə verməyəcəkdir. Və baxın, İsrail fərq qoymur. Yaxşı, deyək ki, Təbrizdə hansısa bir hərbi obyekt var idi, vurdular. Amma baxın, nələri vurublar. Neft ayırma zavodunu, aeroportu, yaşayış məntəqələrini. Əzizlərim, İsrailin imkanı olsa, İranı, istər Cənubi Azərbaycan, istər onun digər bölgələri Qəzzadan pis vəziyyətə salacaqdır. Fikirləri o da elə. Bəli, bəli, İsrail bugün öz ətrafındakı ölkələrin hamısında destabilizasiya, pozuculuq, xarabalıq yaratmaqla cəhənnəmin mərkəzində cənnətdə qalmaq istəyir. Bu, bunun strategiyasıdır və bu bir illik strategiya deyil. Yəni, mən istəyirəm bu məsələləri, Qurban bəy, biz sabahdan etibarən başlayaq müzakirə eləməyə. Çünki bu, həqiqətən bizim üçün həyata əhəmiyyətli məsələlər. Artıq biz gəldik, çıxdıq 2-ci Dünya müharibəsinin astanasına. Təbii ki, İsrailə bir sıra dövlətlərin kəşfiyyatları da kömək edirlər. Bax, bütün bu məsələlərdə. Birbaşa deyirəm bunu. Bu, İsrail kəşfiyyatı nağılın işi deyil. Tək kəşfiyyat yox, məncə də texniki dəstək də verilib. Texniki dəstək də verilibdir. O cümlədən Türkiyədə, Malatyada yerləşən Amerika radiolokasiya stansiyası var ki, oradan koordinasiya da olunubdur. Bu, məlum məsələdə artıq türk mənbələri bunu açıq şəkildə deyirlər. Və ən sonuncu qeyd eləmək istədiyim və ən təhlükəli. Bugün İsrailin rəsmiləri də, onun rəsmi dairələrinə bağlı o müxtəlif media platformaları da bildirirlər ki, İrandan sonra növbə Türkiyənindir. Və biz bunu unutmamalıyıq. Mürtəci dövlət üçün heç bir fərqi yoxdur. Mən təəssüf edirəm. Bugünkü İsrail onun başında duran rəhbərləri, hökuməti baxımından mürtəci dövlətdir və mürtəci siyasət yürüdür. Bəlkə sabah hakimiyyət dəyişəcək, o başqa dövlət olacaqdır. Onu deyə bilmərəm. Amma bugünkü reallıq budur. Ona görə mən bir də istəyirəm ki, həmvətənlərimiz diqqətli olsunlar. Azərbaycanın daxilində Azərbaycan insanını çaşdırmağa çalışan, Azərbaycan insanını yanlış, rəyini yanlış istiqamətə yönəldən insanlara amansızcasına təpki vermək lazımdır. Bizim üçün önəmli, bizim soydaşlarımızın həyatı, onların təhlükəsizliyi, onların varlığıdır. Vəssalam. İranda oldu, Turanda oldu, Azərbaycanda oldu, fərqi yoxdur. Və əgər bir ölkə iddia edirsə ki, bundan sonra Azərbaycanın strateji müttəfiqi olan, Azərbaycanın təbii müttəfiqi olan Türkiyəni hədəf alacaqdır. Bilmirəm nə dərəcədə onu ala biləcək, o başqa söhbətdir. Amma təbii ki, həmin o qərb dövlətləri İranda olduğu kimi, Hezbollahda olduğu kimi Türkiyə məsələsində İsrailə dəstək verəcəklər. İsrail alətdir, İsrail dövlət deyil. İsrail hərbi bazadır. Biz bunu anlamalıyıq. Və bu hərbi bazadan istənilən dövlətə qarşı istifadə edə bilərlər. Ola bilər, mənim İsrail haqqında fikirlərim kəskindir, amma dövlət budur. Bunu mən demirəm təkcə. Dünyanın Amerika kimi, nə bilim, Avropa ölkələri kimi ölkələrində tanınmış, məşhur, siyasətçi, jurnalist, yahudilər var ki, bunu deyirlər. Bilirsinizmi? Məsələ burasındadır. Bir də Qurban bəy, bu müzakirə ilə bağlı sonuncu dəfə bir fikir bildirmək istəyirəm. Mən bütün bu müzakirələrə bir də baxınca, bir də bunları xatırlayınca, mən həqiqətən bir mənada elə Heydər Əliyevin hakimiyyətə gəlməyinə sevinirəm. Bilirsiniz niyə? Necə Heydər Əliyev bu iddialı, hiccəli gədələrə öz yerini göstərdi? Yadınıza gəlir Elçi bəyin
valideynlərinə söyən o müəyyən bir ləqəbi olan Tahir Əliyev. Bilirsiniz də, onun ləqəbi Azərbaycanda məşhurdur. Mən bu ifadəni efirdən işlətmək istəmirəm. Ondan sonra o hiccəli, iddialı Etibar Məmmədov Heydər Əliyev bir aydan sonra necə aşağıladı? Dedi ki, deyirəm, cavan adamdır, siyasətlə maraqlanır. Yadınızdadır o söz. Və 98-ci ildə Etibar Məmmədovun güya etiraz aksiyasında o qaça-qaça gülünç vəziyyətdə gedib maşına minib qaçmağı yadınızdadır. Sizə Heydər Əliyev qənim olsun və oldu da. Təşəkkür edirəm. Bu məndən bu qədər. Sağ ol sana Rəstum bəy. Sağ ol. Sağ ol. Təşəkkürlər. Mən Azərbaycan Fedim ailəsindən Rəstum bəy təşəkkür edirəm. Yaxşı deyil, amma hər halda bu hadisələri təşkil edən, onun arxasında duran Heydər Əliyev özü idi. Bilirsiniz, qəşəng bir söz var. Deyir, cəhənnəmdə adama elə şey göstərirlər ki, özü hoppanır əjdahanın ağzına. Deyə bildim. Adama cəhənnəmdə elə şey göstərirlər ki, özü hoppanır əjdahanın ağzına. Heydər Əliyev sol əli ilə elə bir şey göstərdi ki, Elçibəy hakimiyyətinə hoppandı onun ağzına. Dudaqıb yedi. Həzmələ dərhal. O göstərdiyi şey də onun əlində idi. O yaratmışdı. Yalnız yaradanın məhv etmə hüququ var, haqqı var. Sonra da məhv elədi. Sonra asanlıqla. Həmin o şadmanlar, həmin nimət pənahlılar, həmin etibarlar, hamısı, suriyyətlər, hamısını. Çünki özü qurmuşdu, özü idarə edirdi. Kuklalar hamısı, kolla kuklaydı, sapı da hamısı Heydərin əlində idi. Yəni faciəmizin müəllifi Heydər Əliyevdir, dostlar. Nə Elçibəy, nə Rəhim Qaziyev. Faciəmiz ondadır ki, 30 il keçib, 30 ildən sonra. Hələ də Pənah Hüseyin, Rəhim Qaziyev Pənah Hüseyini, Qurban Əlini, Əli Qurbanın düşmən verir. Daxili o mənni var, təkəbbür var. Onu boğub, onu adlayıb, xalq və millət naminə səhvimizi etiraf edə bilmirik. Mən Rəhim Qaziyevə təşəkkür edirəm ki, olmasa uzun illərdən sonra dönənləri ifirdət dedi, bəli, mən səhv eləmişəm. Mən görə qoşulmayardım bu prosesə. Mən qoşulmayardım, ortada bir Şəkidə, bəli. Və o gelib Şəkidə tutsaydı, bugün heç o qınaya bilməzdi ki, sən niyə Elçibəy müdafiə eləmədi, o yıxıldı. Mənim o müdafiə eləməz öhtərəm yox idi ki. Əvvəl Elçibəy hakimiyyəti müdafiə eləməyən en qədər adam var. Burada bir vacib suala da istəyirəm, aydına gətirək Əli bəy. Materialın müstəq sonu vermək lazımdır yavaş-yavaş. Burada bəyə bir tamaşasımız yazdı ki, Qurban bəy, xalqın heç günahı yox idi, məsuliyyəti yox idi o hadisələrdə. Əziz qardaşım, xalqın məsuliyyəti yox idi o hadisələrdə. Ona görə ki, xalqın məsuliyyət altına çağıran olmadı. Hə, əgər çağırış olsaydı, xalq gəlməsəydi, onda biz xalqı qınaya bilərdik ki, mən çağırdığına gələn olmadı. Mən şəxsən 5 iyunda Pənah Hüseyin nə qədər dansa da, yalan danışsa da, elə mən gözləmirdim, ondan o formada mənə yalan danışacaq deyir ki, mən yalan deyirəm ona. Mənlə aramızda onun söhbəti, deyir o yalan danışır, deyir, elə şey olmuyor. Mən şəxsən demişəm Pənah ki, televiziyanı açıb xalqa çağırmaq lazımdır. Xalqa demək lazım, nə baş verir Gəncədə? Eləmədilər. Eləmədi adam. Mənə bir cavab oldu ki, açılacaq, vaxtı gəlində açılacaq. Vaxtı gəlində açdılar, nə ilə açdılar? İmam Mustafayev 69 nəfər qanlı qəltan edilir. Bundan bir tiketlər şey. Yəni, xalqın bir gün azadı yoxdur. Xalqı Elçibəy çağırdı o zaman məqamında. İş işdən keçəndən sonra isə dostlar, miting eləmək, çağış eləmək, hamısı boş şeylərdir. Bunlar o şirmadır. Əsas niyyəti gizlətməkdir. Ona görə çox adam birisi, indi biz təqdim edirik, görəcəksiniz nələr oldu o iclasda. Əvvəl Elçibəy özü başda olmaqla Pənah Hüseynin, İsa Qəmbərin, Arif Hacının, Əli Kərimin, başqalarının, Tamirlan Qarayevin, orada o hökumət təmsil edənlərin davranışı insanda şübhə yaranır. Adamlar ya narkotik qəbul ediblər, ya ağırlığını itiriblər, ya belə bir söz mandaraj deyil, mandarajda xalq bir söz var. Elə belə bir dolu özlərini itiriblər də. Özlərini itiriblər, hamı da belə gəlir ki, bunlar yəqin fikirləri ötürməkdə hakimiyyət, onu belə eləyirlər. Yox, təcrübəsizlikdən və qorxaqlıqdan demədən deyim, davam edək.